Haqqında danışaq. Məni candan usandırdı qəzəli barəsində. Məni candan usandırdı qəzəli Füzulinin şah qəzəllərindən biri sayılır. Əruzun Həzəc bəhrində yazılıb. 7 beytdən ibarətdir. Söz deməli oldu rəməldə, bu oldu Həzəcdə. Əsərdə rədif yoxdur. Əsər birinci misranın adı ilə bağlı olaraq adlandırılıb. Bunu bir dənə yadda saxlayaq. 7 beytdən ibarətdir, Həzəcdədir, rədif yoxdur, birinci misranın adı ilə adlandırılıb. Testdə ən çox düşən cümlələri mən sizə xatırlatmağa çalışdım. Keçid alaq. Bir də ondan danışaq ki, mən demək olar ki, Üzü Nəsimidən, Xətaidən tutmuş, bu gün də sufizmi qeyd etdim. Bu əsərdə də sevən aşiq ümumiyyətlə burada real aşiq obrazıdır. Əsərin lirik qəhrəmanı real aşiq obrazıdır. Amma bu real aşiq obrazı deyəndə siz nəyi nəzərdə tutursunuz? Sual verirəm. Ya bizi kimi sıravi insan, yəni real aşiq, yəni sevən insan, insan mənasında. Bir də var. Burada canlandırılan məqam. Yəni real aşiq, real gözəli sevə bilər, düzdürmü? Bir də ilahi eşqi sevə bilər. Yəni ilahi eşqə həsr oluna bilər əsər. Bu əsəri tədqiqatçılar bir-biri ilə vəhdət şəklində verir. Bu indi qeyd etdiyim iki məqamı. Yəni burada ilahi məhəbbətin sədaları da güclüdür. Yəni sevən real aşiq obrazıdır, amma ilahi məhəbbətin sədaları da güclüdür. Demək olmaz ki, əsərdə sufizm yoxdur, mövcuddur. Hansı beytində? İndi deyəcəyik. Belə, keçid alaq artıq təhlilə. Deməli, məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradın şəm yanmazmı? Əslində biz bunları təfilələr üzərində bölməliyik, hecalara uyğun şəkildə. Lakin o çox yorucu olar. Deyir ki, məni candan usandırdı, cəfa verməkdən bəs bu yar usanmazmı? Fələklər deyir, mənim ahimdən yandı. Burada mübaliğə var. Ümumiyyətlə bu əsər, bu şeir başdan-başa məcazlardan, mübaliğələrdən, metonimiyalardan ibarətdir. Və poetikliyin olmaqda, çox olmağı, oxunaqlı eləyir əsəri. Belə, burada mübaliğə var. Deyir, fələklər yandı ahimdən. Deyir, mən elə bir ah çəkdim ki, bütün fələklər yandı. Belə, qamu bimarinə canan dəvai dərd edər ehsan. Ne üçün qılmaz mənə dərman? Məni bimari sanmazmı? Burada bimar xəstə deməkdir. Qamu, hamı mənasındadır, bütün ümumi mənasındadır. Belə, nə dedik burada? Qamu bimarinə, bütün deyir, bütün. Bax, bayaq qeyd etdim, əsərdə sufizmin ünsürləri hiss olunur. Bu, əsasən bu beytdə daha çox çatdırılır. Deyir, bütün xəstələrinə, bimarlarına, yəni, sən dava dərman eləyirsən, bəs deyir, mənə niyə eləmirsən? Məni deyirsən, öz xəstən hesab etmirsənmi? Yəni, öz aşiqin hesab etmirsənmi? Daha sonra 3-cü beytin təhlilinə keçək. Qəmi pünhan tutardım mən. Dedilər, yarə qıl rövşən. Desəm ol bir vəfa bilməm, inanarmı, inanmazmı? Deyir ki, mən aləmdə öz dərdimi, öz sevgimi pünhan, yəni gizli tutardım. Lakin deyir, mənə dedilər ki, dərdimi yarə, sevgiliyə aşkar qıl, açıq elə. Sonra, şəb-i hicran yanar canım, tökər qan çeşmicir yanım, oyadar xəlqi əfqanım. Bax, burada da mübaliğə var, qara bəxtim oyanmazmı? Deməli, mübaliğə oldu bir ikinci beytdə, yox, bir oldu daha çox birinci beytdə, bir də oldu dördüncü beytdə. Belə, burada nə dedik? Şəb-i hicran yanar canım, tökər qan çeşmicir yanım. Deyir, gözlərimdən qan çeşməsi deyir, axar. Qan çeşməsi. Və burada da mübaliğə var və burada da var. Deyir, oyadar xəlqi əfqanım. Deyir ki, yəni hay-harayım deyir, bütün xəlqi oyatsa da, qara bəxtimi deyir, oyatmadı. Bu əsərdə, bu əsərin hər beytində bədii suallardan istifadə olunur. Hər beytində bədii sual var. Amma hər beytində daxili qafiyə yoxdur. Əksəriyyət etibarilə daxili qafiyələrdən istifadə olunur. Amma bütün beytlərdə yoxdur. Birinci beytdə məsəl üçün verilmir. Bütün beytlərdə bədii sual var, amma daxili qafiyə yoxdur. Bütün beytlərdə yoxdur, amma var. Yəni necə var? Əksəriyyətində var, yəni ümumi bütün hamısında yoxdur. Belə toparlayaq, özümüzü niyəsə çox ilişdiririk. 1, 2, 3, 4-ü təhlil etdik. 5-ci, gül rüxsarına qarşı gözündən qanlı axar su. Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı? Burada deyir ki, yarın deyir, gül üzünə qarşı, deyir, gözündən qanlı, deyir ki, qan axdı, deyir, su əvəzinə. Yəni, qanlı su axdı, deyir, yarın gül üzünə qarşı. Həbibim, fəsli güldür,
Gül fəsli. Burada metonimiya var. Metonimiya burada işlənib. Bu akarsular deyir bulanmaz mı? Deyir gül fəslidir. Yəni deyir bu akarsular bəs deyir bulanmaz mı? Daha sonra decildim mən sənə mail, sən etdin əqlimi zail. Mənə tən eləyən qafil, səni görcək utanmaz mı? Burada da deməli daxili qafiyələrdən güclü şəkildə istifadə olunub və deyir ki, mən sən deyir ilk başlarda meyilli deyildim. Sən deyir məni deyir özünə aşiq elədin. Və deyir mənə təyin eyləyən qafillər deyir sənin gözəlliyini görəndə deyir mənə təyin etməkdən deyir utanmayacaqlarmı? Belə. Füzuli indi şeydadır, həmişə xəlqə rüsvadır. Sorun kim bu nə sevdadır? Bu sevdadan usanmazmı? Burada Füzuli özünə müraciət etməyib. Biz bayaq söz qəzəlindən danışanda sözdə dedik ki, təxəllüsünü də işlədib, müraciəti də var. Amma bu qəzəlində yalnızca adını çəkir. Füzuli desəydi olacaqdı müraciət. Amma burada müraciət yoxdur. Deməli, burada nə var? Öz sadəcə adını çəkib. Bir də nə isə deyəcəkdim, unutdum, bilmirəm. Yadıma düşsə, onu qeyd eləyərəm. Belə ümumiləşdirək, daxili qafiyələrdən dedik istifadə olunur. Bədii suallardan danışdıq, məcazlığın növlərindən danışdıq, mübaliğədir, metonimiyadır, bunlardan danışdıq və s. Burada nəqin ki, məni candan usandırdı qəzəlinin qaldı bir dənə məqam. Onu qeyd eləyəcəkdim ki, testlərə belə bir cümlələr düşür. Deyir ki, lirik qəhrəman, yəni bu aşiq obrazı deyir, heç deyir şikayətlər qılmır, bəlalardan məmnunluq hissi keçirdir. Səhvdir. Şikayət qılmasa bu əsər başdan sona şikayətlərdən təşkil olunur. Düzdürmü? Yəni şikayət qılır, yəni ağrı acısını bildirir. Amma eşqindən əl çəkmir. Bəzi biz testlər işləyəndə orada belə bir şey də qarşımıza çıxır. Deyir ki, lirik qəhrəman deyir əsərin sonlarına doğru, deyir ümidsizliyə düçar olur və elə ki bir vaz keçmə çabasında olur, türklər demiş. Yəni elə ki əl çəkmək istəyir. Belə bir məqam da yoxdur. Sadəcə ah-nalə eləyir, amma yəni bu dərblərə də dözür.